إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله صلى الله عليه وعلى آله وصحبه وسلم تسليما كثيرا إلى يوم الدين وبعد. Ahirət gününə iman bütün müsəlmanların etiqad etdiyi məsələlərdən olub, imanın 6 şərtindən biridir. Ahirət günü insanların haqq hesab üçün diriləcəyi gündür. Allah Teala bu dəhşətli gün haqqında insanları müqəddəs kitablarında və elçiləri vasitəsilə təkrar xəbərdar etmişdir. Qiyamət gününün yaxınlaşması barədə də insanlara həm böyük, həm də kiçik əlamətlər təfsilatı ilə çatdırılmışdır. Həqiqi möminlər bu günün məsuliyyətini dərk edərək, bütün həyatını məhz din gününün yeganə sahibi olan Allahı razı salmaq üçün sərf edib, bu mövzu ilə bağlı bütün məlumatları diqqətlə öyrənməlidir. Bu səbəbdən düşünürəm ki, bir daha qiyamətin əlamətlərini xatırlamaq imanımızın artmasına zəmin yaradacaq. Həmçinin Uca Allah Qurani Kərimdə qiyamətin nə vaxt baş verəcəyini Allahdan başqa heç kimin bilmədiyini buyurur. Uca Allah Əraf surəsinin 187-ci ayəsində buyurur: يَسْأَلُونَكَ عَنِ السَّاعَةِ أَيَّانَ مُرْسَاهَا قُلْ إِنَّمَا عِلْمُهَا عِنْدَ رَبِّي لَا يُجَلِّيهَا لِوَقْتِهَا إِلَّا هُوَ ثَقُلَتْ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ لَا تَأْتِيكُمْ إِلَّا بَغْتَةً يَسْأَلُونَكَ كَأَنَّكَ حَفِيٌّ عَنْهَا قُلْ إِنَّمَا عِلْمُهَا عِنْدَ اللَّهِ وَلَكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ. Səndən o saat barəsində soruşurlar ki, nə vaxt qopacaq? Səndən o saat barəsində soruşurlar ki, nə vaxt qopacaq? De, bu haqda bilgi ancaq Rəbbimə aiddir. Qopacağı vaxtı yalnız O aşkara çıxara bilər. Bu bilgi göylərə və yerə də ağır gəlir. O sizə qəflətən gələcəkdir. Sanki onu bilirmişsən kimi səndən soruşurlar. De, bu haqda bilgi ancaq Allaha aiddir, lakin insanların çoxu bunu bilmir. Həmçinin Əhzab surəsinin 63-cü ayəsində belə buyurulur: Yəsəlukən-nəsu anis-sə'ə qul innəmə ilmuhə indəlləh və mə yudrikə ləalləs-sə'ətə təkunu qaribə. Cəmaat sənə o saat barədə sual verir. De, onu yalnız Allah bilir. Nə bilirsən? Bəlkə də o saat lap yaxınlaşmışdır. Ən-Naziyyat surəsinin 42-44-cü ayələrində isə buyurulur: Yəsəlunəkə anis-sə'əti əyyənə mursəhə fīmə əntə min zikrəhə ilə rabbikə müntəhəhə. Səndən o saat barəsində o nə vaxt qopacaq deyə soruşurlar. Axı sən onu haradan biləsən? Onu kamil bilmək sənin Rəbbinə aiddir. Əl-Ənbiya surəsinin 1-ci ayəsində Rəbbimiz buyurur: İqtərabə linnəsi hisabuhum və hum fi qaflətin mu'ridun. İnsanların hesaba çəkiləcəkləri gün yaxınlaşdı, amma onlar hələ də qəflət içində imandan üz çevirirlər. Həmçinin Vaqiyə surəsinin 1-7-ci ayələrində buyurulur: İzə vaqa'atil vaqi'ə ليس لوقعتها كاذبة خافضة رافعة إذا رجت الأرض رجا وبست الجبال بسا فكانت هباء منبثا وكنتم أزواجا ثلاثة. Vaqiyə qopacağı zaman onun qopduğunu heç kəs dana bilməz. O bəzilərini alçaldacaq, bəzilərini də ucaldacaqdır. Yer şiddətlə titrədiyi zaman, dağlar parça-parça olub ovxalandığı
və ətrafa səpələnmiş toz torpağa döndüyü zaman siz 3 dəstəyə ayrılacaqsınız. Qiyamətin kiçik əlamətləri isə bunlardır. Birinci əlamət Muhammed sallallahu aleyhi və səlləmin Peyğəmbər göndərilməsi. Ənəs ibn Malik radiyallahu anhu demişdir. Bir dəfə Rasulullah sallallahu aleyhi və səlləm şəhadət barmağı ilə orta barmağını bir-birinə birləşdirib, mənimlə qiyamət saatı bax belədir, dedi. Hədisi Muslim rəvayət etmişdir. İkinci, üçüncü, dördüncü, beşinci, altıncı və yeddinci əlamətlər haqqında Buxarinin səhih əsərində xəbər verilir. Rəvayət edilir ki, Avf ibn Malik radiyallahu anhu demişdir. Təbuk döyüşündə Peyğəmbər sallallahu aleyhi və səlləm dəridən düzəldilmiş çadırda ikən mən onun yanına gəldim və o mənə dedi: qiyamət saatı gəlməzdən əvvəl baş verəcək bu 6 əlaməti say. Mənim ölümüm, sonra Beytül Məqdisin, yəni Qüds şəhərinin fəth edilməsi, sonra qoyunları qırıb çatan tumov, yəni burunun daxili qişasının iltihabı nəticəsində burundan selik axma və tez-tez asqırma şəklində təzahür edən xəstəlik kimi sizi məhv edəcək azara məruz qalmanız, sonra mal dövlət o qədər artacaq ki, birisinə 100 dinar verildikdə bundan narazı qalacaq. Sonra elə bir fitnə meydana gələcək ki, ərəblərdən hər birinin evinə girəcək. Daha sonra Rumlularla sizin aranızda sülh bağlanacaq və çox keçmədən onlar bu əhdi pozub, hər birinin altında 12 minlik qoşun olan 80 bayraqla, yəni 960 minlik qoşunla sizin üstünüzə gələcəklər. Hədisi Buxari rəvayət etmişdir. Qeyd edək ki, Peyğəmbər sallallahu aleyhi və səlləm hicrətin 10-cu ilində vəfat etmişdir. Qüds şəhəri isə hicrətin 16-cı ilində möminlərin əmiri Ömər ibn-ül Xattab radiyallahu anhu tərəfindən fəth olunmuşdur. Tumov xəstəliyinin yayılmasına gəlincə, bu hadisə hicrətin 18-ci ilində Fələstində Ramlə deyilən yerdən 6 mil aralıda Qüds yolunda yerləşən Əmvas adlı kənddə meydana gəlmiş, sonra da bütün Şam diyarını bürümüşdür. 8-ci əlamət, mal dövlətin artması və insanların sədəqələri qəbul etməkdən imtina etmələri. Əbu Hüreyrə radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: əlinizdə olan var dövlət artmayınca qiyamət qopmayacaq. İş o yerə gəlib çatacaq ki, mal sahibi zəkatını verməyə adam axtaracaq. Hətta onu bir kimsəyə təklif etdikdə, həmin adam mənim pula ehtiyacım yoxdur deyəcəkdir. Hədisi Buxari rəvayət etmişdir. Peyğəmbər sallallahu aleyhi və səlləmin bizlərə verdiyi xəbərlərin əksəriyyəti artıq baş vermişdir. Səhabələrin dönəmində mal dövlət artmışdı. Belə ki, Rum və Fars imperatorluqları fəth olunduqdan sonra onların xəzinələri müsəlmanlar arasında bölünmüşdü. Eləcə də Ömər ibn Abdüləziz rahiməhullahın vaxtında da mal dövlət çoxalmışdı. O zaman insanlar sədəqə verməyə adam tapmırdılar. 9-cu əlamət fitnələrin yayılması. Əbu Hüreyrə radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurmuşdur: zülmət gecəyə bənzər fitnələr meydana çıxmazdan öncə yaxşı işlər görün. O zaman insan səhər açıldıqda mömin, axşam düşdükdə isə kafir olacaq. Və ya axşam düşdükdə mömin, səhər açıldıqda isə kafir olacaq. Həmin vaxt o, öz dinini dünya malına görə satacaq. Hədisi Muslim rəvayət etmişdir. İndi sadalayacaqlarımız isə artıq baş vermiş fitnələrə aiddir. Cəməl, Sıffin və Hurra döyüşləri, Xavariclərin, habelə Ali ibn Abu Talibi ilahiləşdirənlərin meydana gəlməsi, sonra Quranın məxluq olmasını deyənlərin fitnəsi. Həmçinin məşriqdə fitnələrin yayılması. Rəvayət edilir ki, Abdullah ibn Ömər radiyallahu anhuma demişdir: bir dəfə mən Peyğəmbər sallallahu aleyhi və səlləmin əli ilə şərqə tərəf işarə edib belə dediyinin şahidi oldum: fitnə bax oradan baş qaldıracaq. Fitnə bax oradan, şeytanın buynuzu çıxdığı yerdən baş qaldıracaq.
Hədisi Buxari və Muslim rəvayət etmişdir. Burada şeytanın buynuzu deyildikdə, şeytan və ona tabi olanlar nəzərdə tutulur. Bəziləri isə günəşin şeytanın buynuzu olduğunu bildirmişlər. Osman radiyallahu anhunun qətlə yetirilməsi də bu fitnələrə aiddir. Buxari və Muslimin səhih əsərlərində rəvayət edilir ki, Hüzeyfə ibn Yəmən radiyallahu anhu demişdir. Bir dəfə biz Ömərin yanındaykən o soruşdu. Peyğəmbər sallallahu aleyhi və səlləmin fitnə barədə dediyi sözlər hansınızın yadındadır? Mən dedim, mənim yadımdadır. Həm də o dediyi kimi. Ömər dedi, həqiqətən də sən bu işdə çox cürətlisən. Mən dedim, insanın zövcəsi, mal dövləti, övladı və qonşusu üzündən düşdüyü fitnəni namaz, oruc, sədəqə, ha belə insanlara yaxşı işlər görməyi əmr etmək və onları pis işlərdən çəkindirmək kimi ibadətlər silib aparır. Ömər dedi, mən bunu deyil, elə bir fitnəni qəsd edirəm ki, o təlatümə gəlmiş dəniz kimi araya çaxnaşma salacaqdır. Hüzeyfə dedi, ey möminlərin əmiri, o fitnənin sənə heç bir zərəri yoxdur. Çünki səninlə onun aranda bağlı bir qapı vardır. Ömər soruşdu, o qapı sındırılacaq, yoxsa açılacaq? Hüzeyfə sındırılacaq deyə cavab verdi. Ömər dedi, deməli bundan sonra o heç vaxt bağlanmayacaqdır. Hüzeyfə radiyallahu anhudan soruşdular, Ömər bu qapının kim olduğunu bildirdi mi? O dedi, bəli, o bu həqiqəti gecədən sonra səhərin açılacağını bildiyi kimi bilirdi. Mən ona içində yalan olmayan bir hədis danışdım. Yenə soruşdular, bu qapı kim idi axı? O dedi, bu qapı Ömərin özü idi. Öncəki ümmətlərin yoluna tabi olmaq da bu fitnələrə aiddir. Əbu Hureyra radiyallahu anh rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir, mənim ümmətim özlərindən əvvəlki ümmətlərin yolunu tutub, qarış-qarış, arşın-arşın getməyincə qiyamət qopmayacaq. Səhabələr soruşdular, ya Rasulallah, Farslar və Rumlular kimi millətləri qəsd edirsən? Dedi, onlardan başqa kim ola bilər axı? Hədisi Buxari rəvayət etmişdir. 10-cu əlamət, Peyğəmbərlik iddia edənlərin zühur etməsi. Buxari və Muslimin səhih əsərlərində Əbu Hureyra radiyallahu anhudan Peyğəmbər sallallahu aleyhi və səlləmin belə dediyi rəvayət olunur. 30-adək yalancı Peyğəmbər meydana gəlməyincə qiyamət qopmayacaq və onların hər biri Allahın elçisi olduğunu iddia edəcək. Hədisi Buxari və Muslim rəvayət etmişlər. Səubən radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi və səlləmin belə dediyini rəvayət etmişdir. Ümmətindən bəzi qəbilələr müşriklərə qoşulub, onlarla birlikdə bütlərə sitayiş etməyincə qiyamət qopmaz. Ümmətimdə 30 yalancı Peyğəmbər olacaqdır. Onların hər biri Peyğəmbər olduğunu iddia edəcəkdir. Lakin mən sonuncu Peyğəmbərəm və məndən sonra Peyğəmbər olmayacaq. Hədisi Əbu Davud və Tirmizi rəvayət etmiş, Albani də bu hədisi Səhih Əl-Cami Əs-Səğir əsərində səhih hesab etmişdir. 11-ci əlamət, əminamanlığın bərqərar olması. Əbu Hureyra radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi və səlləmin belə dediyini rəvayət etmişdir. Miniyi üzərində İraqdan Məkkəyə gedən müsafir yolu səhv sala bilməsindən savayı heç nədən qorxmayınca qiyamət qopmaz. Adi radiyallahu anhudan rəvayət olunan hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm ona belə demişdir. Ey Adi, Hiranı görmüsənmi? Dedi, görməmişəm, lakin barəsində eşitmişəm. Dedi, ömrün uzun olarsa, kəcavənin içərisində qadının Hiradan gəlib Kəbəni təvaf edəcəyini və Allahdan başqa heç nədən qorxmayacağını görəcəksən. Hər iki hədisi Əhməd rəvayət etmiş, Heysəm isə Məcmuəz-Zəvaid əsərində hədisin səhih olduğunu bildirmişdir. 12-ci əlamət, Hicazdan alovun çıxması. Buxari və Muslimin səhih əsərlərində Əbu Hureyra radiyallahu anhudan Peyğəmbər sallallahu aleyhi və səlləmin belə dediyi rəvayət olunur. Hicazdan alov çıxıb, bu sıradakı dəvələrin boyunlarına işıq salmayınca qiyamət qopmayacaqdır. Qeyd edək ki, bu od hicrətin 654-cü ilində Cəməd-ül Əxir ayının əvvəllərində çıxmışdır. 13-cü əlamət, əcəmlərə, yəni qeyri-ərəblərə qarşı döyüş.
Əbu Hüreyrə radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi və səlləmin belə dediyini rəvayət etmişdir. Siz əcəmdən qırmızı sifət, yastı burun, qıyıq gözlü, üzləri döymə qalxana bənzər, səndəlləri də tükdən olan xuzlular və kirmanlılarla vuruşmayınca qiyamət qopmayacaq. Bu hədisi Buxari rəvayət etmişdir. 14-cü əlamət əmanətin itməsi. Əbu Hüreyrə radiyallahu anhu rəvayət edir ki, bir dəfə Peyğəmbər sallallahu aleyhi və səlləm cəmaatla söhbət edərkən bir bədəvi gəlib, qiyamət nə zaman qopacaq deyə soruşdu. Peyğəmbər sallallahu aleyhi və səlləm isə söhbətinə davam etdi. Oradakılardan kimisi o bu bədəvinin sözünü eşitdi, lakin bu onun xoşuna gəlmədi dedi. Kimisi də xeyr, o eşitmədi dedi. Nəhayət Peyğəmbər sallallahu aleyhi və səlləm söhbətini bitirdikdən sonra qiyamət barədə soruşan adam hardadır deyə soruşdu. Bədəvi, mən buradayım ya Rasulallah deyə cavab verdi. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu, əmanət itiriləcəyi zaman qiyaməti gözlə. Bədəvi, əmanət necə itiriləcək deyə soruşdu. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu, İş onu yerinə yetirməyə layiq olmayan adama tapşırıldıqda qiyaməti gözlə. Bu hədisi Buxari rəvayət etmişdir. Həmçinin rəvayət edilir ki, Hüzeyfə ibn-i Yəmən radiyallahu anhu demişdir, Peyğəmbər sallallahu aleyhi və səlləm bizi 2 hədis danışmışdı. Mən onlardan birini artıq görmüşəm, o birisini isə gözləyirəm. Peyğəmbər sallallahu aleyhi və səlləm bizə xəbər vermişdi ki, əmanət əməli salih insanların qəlbinin dərinliyinə indirilmiş, sonra onlar Quranı, bunun ardından da sünnən öyrənmişlər. Bundan başqa Peyğəmbər sallallahu aleyhi və səlləm əmanətin yox olacağı barədə bizə bildirib demişdir. Adam yatacaq və yuxuda ikən əmanət onun qəlbindən götürüləcək. Yerində isə rəngsiz nöqtə boyda izi qalacaq. Sonra yenə yatacaq və o yuxuda ikən əmanətin qalan hissəsi də onun qəlbindən götürüləcək. Yerində isə suluğa bənzər izi qalacaq. Elə bil ki, əlindəki közü ayağının üstünə salmısan və onun düşdüyü yer suluqlayıb. Sən onun qabardığını görürsən, halbuki onun içi bomboşdur. O zaman insanlar bir-birləri ilə sazişlər bağlayacaq, amma heç kəs əmanəti qaytarmaq barəsində heç düşünməyəcəkdə. İş o yerə gəlib çatacaq ki, cəmaat deyəcək, filan qəbilə sakinləri arasında etibarlı bir adam var. Birisinin barəsində o necə dərrakəli, necə bacarıqlı, necə dayanıqlı adamdır deyiləcək. Halbuki onun qəlbində xardal dənəsi ağırlığında iman belə olmayacaq. Sonra Hüzeyfə dedi, mən elə bir zamanda yaşamışam ki, həmin vaxt kiminlə alış-veriş edəcəyi məni narahat etməzdi. Belə ki, iş gördüyüm adam müsəlman olardısa, əmanəti mənə İslam dini qaytarardı. Xristiyan olardısa, əmanəti mənə onun yaşadığı yerin rəhbəri qaytarardı. Bugün isə mən ancaq filan kəs və filan kəslə iş görürəm. Hədisi Buxari rəvayət etmişdir. 15-ci əlamət, elmin aradan qalxması və cahilliyin meydana gəlməsi. Buxari və Müslimin səhih əsərlərində Ənəs ibn Malik radiyallahu anhudan Peyğəmbər sallallahu aleyhi və səlləmin belə dediyi rəvayət olunur. Elmin aradan qaldırılması və cahilliyin yayılması qiyamətin əlamətlərindəndir. Həmçinin Əbu Hüreyrə radiyallahu anhu rəvayət etmişdir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurmuşdur. Qiyamətə yaxın, zaman yaxınlaşacaq, elm aradan qaldırılacaq, fitnələr baş qaldıracaq, xəsislik yayılacaq və qətl hadisələri çoxalacaq. Hədisi Müslim rəvayət etmişdir. 16-cı əlamət, zalim rəhbərlərin yardımçılarının və asayiş keşikçilərinin artması. Əbu Umamə radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi və səlləmin belə dediyini rəvayət etmişdir. Axır zamanda əllərində inək quyruğuna bənzər qamçılar olan insanlar çıxacaq və Allahın qəzəbinə səbəb olan bir çox əməllər törədəcəklər. Hədisi İmam Əhməd rəvayət etmişdir. 17-ci əlamət, zinakarlığın yayılması. Buxari və Müslimin səhih əsərlərində Ənəs ibn Malik radiyallahu anhudan Peyğəmbər sallallahu aleyhi və səlləmin belə dediyi rəvayət olunur. Zinakarlığın yayılması qiyamətin əlamətlərindəndir. 18-ci əlamət, sələmin artması.
İnsanlar arasında sələmin yayılması və onların haram yeməyə önəm verməmələri də qiyamətin əlamətlərindəndir. İbn Məsud radiyallahu anhudan Peyğəmbər sallallahu aleyhi və səlləmin belə dediyi rəvayət olunur. Qiyamətdən öncə sələm yayılacaq. Hədisi Təbarani rəvayət etmiş və Şeyx Albani onu səhih hesab etmişdir. Buxarinin səhih əsərində Əbu Hüreyrə radiyallahu anhudan Peyğəmbər sallallahu aleyhi və səlləmin belə dediyi rəvayət olunur. Elə bir zaman gələcək ki, insanlar mal dövləti haradan aldıqlarına, halal yoxsa haram olmasına əhəmiyyət verməyəcəklər. 19-cu əlamət, musiqinin yayılması və onun halal görülməsi. Səhl ibn Sa'd radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi və səlləmin belə dediyini rəvayət etmişdir. Axır zamanda yerə batma, göydən daş yağması və heyvana çevrilmə halları olacaqdır. Soruşdular, bu nə zaman baş verəcək ya Rasulallah? Dedi, musiqinin və müğənnilərin yayıldığı zaman. Əbu Amir el-Əş'ari radiyallahu anhu rəvayət edir ki, o, Peyğəmbər sallallahu aleyhi və səlləmin belə dediyini eşitmişdir. Ümmətimdən elə adamlar meydana çıxacaq ki, onlar zina etməyi, ipək geyməyi, şərab içməyi və musiqi alətlərindən istifadə etməyi halal sayacaqlar. Bəziləri də dağa yaxın yerlərdə yaşayacaqlar. Çobanlar bu adamların sürülərini sürüb, onların yanına gətirəcək. Habelə fağır füqara gəlib onlardan yardım istəyəcək və onlar, get sabah gələrsən deyəcəklər. Gecə ikən Allah dağı onlardan bəzilərinin başına uçurdacaq, bəzilərini də meymunlara və donuzlara döndərəcək və onlar qiyamət gününə qədər bu görkəmdə qalacaqlar. Hədisi Buxari rəvayət etmişdir. 20-ci əlamət, şərab içilməsinin artması və bunun halal görülməsi. Ənəs ibn Məlik radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi və səlləmin belə dediyini rəvayət etmişdir. Şərab içilməsinin artması qiyamətin əlamətlərindəndir. Hədisi Muslim rəvayət etmişdir. Ubədə ibn Samit radiyallahu anhudan Peyğəmbər sallallahu aleyhi və səlləmin belə dediyi rəvayət olunur. Vaxt gələcək, ümmətimdən bir dəstə şəraba başqa ad verərək onu halal sayacaqdır. Hədisi Əhməd və İbn Məcə rəvayət etmiş, Şeyx Albani də onu səhih hesab etmişdir. 21-ci əlamət, məscidlərin bəzədilməsi və bununla fəxr edilməsi. Məscidlərin müxtəlif növ naxışlarla bəzədilməsi də qiyamətin əlamətlərindəndir. Ənəs ibn Məlik radiyallahu anhudan rəvayət olunan hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləmin belə dediyi rəvayət olunur. İnsanlar inşa etdikləri məscidlərlə öyünməyincə qiyamət qopmaz. Hədisi Əhməd rəvayət etmiş və Şeyx Albani onu səhih hesab etmişdir. Nəsai və İbn Xuzeymənin rəvayətində isə Peyğəmbər sallallahu aleyhi və səlləm belə demişdir. İnsanların məscidlərlə öyünməsi qiyamətin əlamətlərindəndir. 22-ci əlamət, hündür binaların artması. Əbu Hüreyrə radiyallahu anhudan rəvayət olunan Cəbrail hədisində Peyğəmbər sallallahu aleyhi və səlləm Cəbrailin mənə qiyamətin əlamətləri haqqında xəbər ver sualına belə cavab vermişdi. O vaxt sən ayaqyalın, çılpaq və kasıb çobanların hündür binalar tikməkdə yarışdıqlarını görəcəksən. Hədisi Muslim rəvayət etmişdir. 23-cü əlamət, kənizin öz ağasını dünyaya gətirməsi. Elə həmin hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm Cəbrailə qiyamətin əlamətlərini bildirərkən demişdir, o vaxt cariyə öz ağasını dünyaya gətirəcək. Bu da o zaman baş verəcək ki, ağalar öz övladlarının analarını satacaq, sonra da vaxt gələcək övladlar böyüyüb öz analarını bilmədən satın alacaqlar. Bəziləri isə bunu başqa mənada açıqlayaraq bildirmişlər ki, burada övladların öz analarına qarşı pis rəftar edib onlara laqeyd yanaşmaları, onları döyərək nalayiq ifadələr işlətmələri nəzərdə tutulur. Yəni, belə övladlar öz anaları ilə ağa öz kənizlərinə qarşı rəftar etdiyi kimi davranacaqlar. 24-cü əlamət, qətl hadisələrinin çox olması. Əbu Hüreyrə radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi və səlləmin belə dediyini rəvayət etmişdir. Hərc çoxalmayınca qiyamət qopmaz. Soruşdular, hərc nədir ya Rasulallah? O, qətl deyə cavab verdi. Hədisi Muslim rəvayət etmişdir. Buxarinin İbn Məsud radiyallahu anhudan
nəql etdiyi rəvayətdə isə belə deyilir: qiyamətdən öncə hərc-mərclik günləri olacaq, elm qaldırılacaq və cahillik yayılacaq. Əbu Musa dedi, hərc-mərclik Həbəşlərin dilində qətlə deyilir. 25-ci əlamət zamanın yaxınlaşması. Əbu Hüreyrə radiyallahu anhudan rəvayət olunan hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: zaman yaxınlaşmayınca qiyamət qopmaz. Həmin vaxt il ay kimi, ay həftə kimi, həftə gün kimi, gün saat kimi, saat xurma yarpağı yanan müddət qədər olacaq. Alimlər buna zamanda bərəkətin olmayacağı kimi açıqlama vermişlər. 26-cı əlamət bazarların yaxınlaşması. Əbu Hüreyrə radiyallahu anhudan Peyğəmbər sallallahu aleyhi və səlləmin belə dediyi rəvayət olunur: fitnələr zuhur etməyincə, yalan artmayınca və bazarlar yaxınlaşmayınca qiyamət qopmaz. Bazarların yaxınlaşması da 3 cür izah olunur. Birinci, bazarlardakı qiymətlərin artıb azalma xəbərinin sürətlə yayılması. İkinci, bazarlar arasındakı məsafələrin uzaq olmasına rəğmən adamın qısa bir zamanda bir bazardan digərinə gedib çata bilməsi. Üçüncü, bazarlar arasındakı qiymətlərin bir-birinə yaxın olması. 27-ci əlamət İslam ümmətində şirkin yayılması. Əbu Davudun və Tirmizinin Səvbən radiyallahu anhudan rəvayət etdiyi hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurmuşdur: ümmətim bir-birinə qılınc çəkərsə, bu qiyamətə dək davam edər. Ümmətimdən bəzi qəbilələr müşriklərə qoşulmayınca, ha belə bütlərə ibadət etməyincə qiyamət qopmaz. 28-ci, 29-cu və 30-cu əlamətlər. Pis əməllərin yayılması, qohumluq əlaqələrinin kəsilməsi və pis qonşuluq. İmam Əhməd və Hakim Abdullah ibn Amr radiyallahu anhudan Peyğəmbər sallallahu aleyhi və səlləmin belə dediyini rəvayət etmişdir: yaramaz işlər və pis əməllər yayılmayınca, qohumluq əlaqələri kəsilməyincə və qonşuluq münasibətləri pozulmayınca qiyamət qopmaz. 31-ci əlamət qocaların özlərini cavan kimi aparmaları. Abdullah ibn Abbas radiyallahu anhumə Peyğəmbər sallallahu aleyhi və səlləmin belə dediyini rəvayət etmişdir: axır zamanda saçlarını göyərçin sinəsi kimi qara rəngə boyayan adamlar meydana gələcək. Onlar cənnətin iyini belə duymayacaqlar. Hədisi Əbu Davud, Nəsai və İmam Əhməd rəvayət etmiş və Albani onun səhih olduğunu bildirmişdir. 32-ci əlamət xəsisliyin artması. Əbu Hüreyrə radiyallahu anhudan rəvayət olunan hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: qiyamətə yaxın zaman yaxınlaşacaq, əməl azalacaq və xəsislik artacaq. Hədisi Buxari rəvayət etmişdir. 33-cü əlamət ticarətin artması. Ticarətin insanlar arasında artıb yayılması, ha belə qadınların da kişilərlə bərabər ticarətlə məşğul olmaları da qiyamətin əlamətlərindəndir. İmam Əhməd və Hakim Abdullah bin Məsud radiyallahu anhudan Peyğəmbər sallallahu aleyhi və səlləmin belə dediyini rəvayət etmişdir: qiyamətə yaxın insanların xüsusi adamlara salam verməsi, ticarətin artması və qadının əri ilə birlikdə ticarət etməsi baş verəcəkdir. 34-cü əlamət zəlzələlərin artması. Əbu Hüreyrə radiyallahu anhudan rəvayət olunan hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: zəlzələlər artmayınca qiyamət qopmayacaqdır. Hədisi Buxari rəvayət etmişdir. 35-ci əlamət heyvana çevrilmə, yerə batma və daş yağması hallarının baş verməsi. Möminlərin anası Ayşə radiyallahu anhə rəvayət edir ki, Rasulullah sallallahu aleyhi və səlləm demişdir: bu ümmətin sonuncuları arasında heyvana çevrilənlər, yerə batanlar və başlarına daş yağanlar olacaq. Ayşə soruşdu: ey Allahın Rəsulu, aramızda əməli salih kimsələr ola-ola həlak mı olacaq? Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: bəli, bu fəsad çoxalacağı zaman baş verəcək. Hədisi Tirmizi rəvayət etmiş və
və Albani onu səhih hesab etmişdir. 36-cı əlamət. Əməli salih kəslərin azalması. Əməli salih insanların dünyadan köçməsi və xeyirxah insanların azalması, habelə pis insanların artması qiyamətin əlamətlərindəndir. Abdullah ibn Amr radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi və səlləmin belə dediyini nəql etmişdir. Allah xeyirxah insanları yer üzündən götürməyincə qiyamət qopmayacaq. Həmin vaxt yer üzündə ən pis insanlar qalacaqdır. Onlar nə yaxşı işlər görəcək, nə də insanlara pis işlərdən çəkindirəcəklər. Hədisi Əhməd rəvayət etmiş və Əhməd Şakir onu səhih olduğunu bildirmişdir. 37-ci əlamət, səviyyəsiz insanların yüksəlməsi. Səviyyəsiz insanların xeyirxahlar üzərində ağalıq etmələri qiyamətin əlamətlərindəndir. Həmin vaxt insanları alçaqlar və səfihlər idarə edəcək. Bu da vəziyyətin dəyişəcəyini göstərir. Əbu Hüreyrə radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi və səlləmin belə dediyini rəvayət etmişdir. İnsanlar arasında aldadıcı illər olacaq. O zaman yalancıya inanılacaq, doğru danışan isə yalancı hesab ediləcək. Xainə etibar ediləcək, etibarlı kəs isə xain sayılacaq. Üstəlik, Ruveybidə danışacaq. Soruşdular ki, Ruveybidə nə olan şeydir? Dedi, hamının adından danışan səfih. Hədisi İmam Əhməd rəvayət etmiş, Əhməd Şakir isə onu məqbul hesab etmişdir. 38-ci əlamət, yalnız tanışlara salam verilməsi. Abdullah ibn Məsud radiyallahu anhudan rəvayət olunan hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm belə demişdir. İnsanların yalnız tanıdıqları adamlara salam vermələri qiyamətin əlamətlərindəndir. Hədisi Əhməd rəvayət etmiş və Şuayb el-Arnavut onu həsən hesab etmişdir. 39-cu əlamət, elmin kiçiklərdən götürülməsi. İmam Abdullah ibn Mübarək Əbu Umeyyə əl-Cüməhidən Peyğəmbər sallallahu aleyhi və səlləmin belə dediyini rəvayət etmişdir. 3 şey qiyamətin əlamətlərindəndir. Onlardan birincisi elmin kiçiklərdən götürülməsidir. Hədisi Şeyx Albani səhih hesab etmişdir. Abdullah ibn Mübarəkdən kiçiklərin kimlər olduğu barədə soruşulduqda o belə cavab vermişdir. Burada öz ürəkləri ilə danışanlar nəzərdə tutulur. Böyüklər az yaşlılardan rəvayət etdikdə isə onlar kiçik hesab edilmirlər. Digər bir rəvayətdə isə o kiçiklər deyildikdə bidət əhlinin nəzərdə tutulduğunu bildirmişdir. 40-cı əlamət, əynində paltarı olan çılpaq qadınların meydana gəlməsi. Abdullah ibn Amr radiyallahu anhudan rəvayət olunan hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir, ümmətimin sonuncuları arasında öz miniklərinin üzərində oturaraq məscidlərin qapısı önündə yerə enən kəslər olacaq. Onların qadınlarının əynində paltar olduğu halda onlar çılpaq görünəcək. Başları da Xorasan dəvələrinin hürgücünə bənzəyəcək. Həmin qadınları lənətləyin, çünki onlar lənətlənmişlər. Hədisi Əhməd rəvayət etmiş, Əhməd Şakir də onun səhih olduğunu bildirmişdir. Əbu Hüreyrə radiyallahu anhudan rəvayət olunan digər bir hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem belə demişdir. Cəhənnəmlik olacaq kimsələrdən 2 sinif var ki, mən onları bu dünyada görmədim. Birinci, yanlarında inək quyruğuna bənzər qamçı gəzdirən və onunla insanları qamçılayan kimsələr. İkinci, əynində paltar olduğu halda çılpaq görünən, yanlarını oynadan, nazlanaraq gəzən, başları dəvələrin hürgücünə bənzəyən qadınlar. Belələri cənnətə girməyəcək, hətta onun iyini belə duymayacaqlar. Halbuki cənnətin iyi uzaq-uzaq məsafələrdən duyulur. Hədisi Muslim rəvayət etmişdir. 41-ci əlamət, möminin yuxusunun gerçək olması. Axır zamanda möminlərin gördükləri yuxuların gerçəyə çevrilməsi də qiyamətin əlamətlərindəndir. Belə ki, mömin nə qədər sadiq imana sahibdirsə, bir o qədər də gördüyü yuxular gerçəyə çevriləcək. Buxari və Muslimin səhih əsərlərində Əbu Hüreyrə radiyallahu anhudan rəvayət olunan hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir. Zaman yaxınlaşdıqda müsəlmanın gördüyü yuxular gerçək olacaq. Ən düzgün danışanlarınız ən gerçək yuxular görəcək. Müsəlmanın yuxusu Peyğəmbərliyin 45 hissəsindən biridir. Buxarinin rəvayətində isə belə əlavə vardır. Peyğəmbərliyə aid olan bir şey isə əsla yalan olmaz.
42-ci əlamət, yazı işlərinin artıb çoxalması. İbn Məsud radiyallahu anhudan rəvayət olunan hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir, qiyamətdən öncə qələm geniş vüsət alacaq. Hədisi İmam Əhməd rəvayət etmiş və Əhməd Şakir onun səhih olduğunu demişdir. Burada yəqin ki, tədris vasitələrinin, yəni kitabların çoxalması nəzərdə tutulur. Dövrümüzdə bu, özünü daha qabarıq bir uruza verməkdədir. Belə ki, çap maşınlarının və müxtəlif avadanlıqların yayılması kitabların nəşrini xeyli asanlaşdırmışdır. Lakin buna rəğmən insanlar arasında cahillik yayılmış, faydalı elm olan Quran və sünnə barəsində elm azalmışdır. Kitabların çoxluğu isə onlara fayda verməmişdir. 43-cü əlamət, insanların İslamın buyurduğu əməllərə səhlənkar yanaşmaları. Allahın buyurduğu əməllərdə səhlənkarlıq etmək də qiyamətin əlamətlərindəndir. İbn Məsud radiyallahu anhudan rəvayət olunan hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir, kişinin məscidin yanından keçərək orada 2 rükət namaz qılmaması qiyamətin əlamətlərindəndir. Hədisi İbn Xuzeymə rəvayət etmiş və Şeyx Albani onu məqbul hesab etmişdir. 44-cü əlamət, ayın daha böyük görsənməsi. Abdullah ibn Məsud radiyallahu anhudan rəvayət olunan hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir, ayın daha böyük görsənməsi qiyamətin əlamətlərindəndir. Hədisi Təbarani Mu'camul Kəbir əsərində rəvayət etmiş və Şeyx Albani onu səhih hesab etmişdir. Alimlər bu barədə varid olan hədisləri şərh edərək bildirmişlər ki, burada ayın daha böyük görsənməsi dedikdə, bir günlük ayın 2 günlük kimi görsənməsi nəzərdə tutulur. 45-ci əlamət, yalanın artması və nəql olunan xəbərlərin dəqiqləşdirilməməsi. Əbu Hureyra radiyallahu anhudan rəvayət olunan hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir, ümmətimin axırıncıları arasında nə sizin, nə də ata-babalarınızın eşitmədiyi şeyləri danışan kimsələr olacaq. Onlardan özünüzü gözləyin. Hədisi Muslim rəvayət etmişdir. Başqa bir rəvayətdə isə belə deyilir, axır zamanda yalançılar meydana gələcək. Onlar sizin və ata-babalarınızın eşitmədiyi şeyləri danışacaqlar. Onlardan özünüzü gözləyin. Çalışın onlar sizləri azdırıb fitnəyə salmasınlar. Bu hədisi də Muslim rəvayət etmişdir. 46-cı əlamət, yalandan şahidlik etməyin artması və həqiqi şahidliyin gizlədilməsi. Abdullah ibn Məsud radiyallahu anhudan rəvayət olunan hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir, qiyamətdən öncə yalandan şahidlik etmək artacaq və həqiqi şahidlik gizlədiləcək. Hədisi İmam Əhməd rəvayət etmiş və Şeyx Əhməd Şakir onun səhih olduğunu demişdir. Əbu Bəkra radiyallahu anhu demişdir, bir dəfə biz Peyğəmbər sallallahu aleyhi və səlləmin yanındaykən o dedi, ən böyük günahlar barədə sizə xəbər verimmi? Allaha şərik qoşmaq, valideynin üzünə ağ olmaq və yalandan şahidlik etmək. O, söykənmiş vəziyyətdə idi. Sonuncunu deyəndə qalxıb oturdu və bunu o qədər təkrar etdi ki, biz kaş ki susaydı dedik. Hədisi Buxari rəvayət etmişdir. 47-ci əlamət, kişilərin azalması və qadınların çoxalması. Rəvayət olunur ki, Ənəs ibn Məlik radiyallahu anhu demişdir, sizə elə bir şey söyləyimmi ki, məndən sonra onu sizə heç kim söyləmiş olmasın. Mən Peyğəmbər sallallahu aleyhi və səlləmin belə dediyini eşitmişəm. Elmin azalması, cahilliyin yayılması, zinakarlığın artması, qadınların çoxalması və kişilərin azalması qiyamətin əlamətlərindəndir. İş o yerə gəlib çatacaq ki, 50 qadına bir kişi düşəcək. Hədisi Buxari rəvayət etmişdir. 48-ci əlamət, qəfil ölüm hallarının artması. Ənəs ibn Məlik radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi və səlləmin belə dediyini rəvayət etmişdir. Qəfil ölüm hallarının baş verməsi qiyamətin əlamətlərindəndir. Hədisi Təbarani Mu'cəmus Sağir əsərində rəvayət etmiş və Şeyx Albani onu həsən hesab etmişdir. 49-cu əlamət, insanlar arasında ədavətin artması. Huzeyfə ibn Yəmən radiyallahu anhu demişdir, Peyğəmbər sallallahu aleyhi və səlləmdən qiyamət saatı barədə soruşduqda o dedi, onun barədə bilgi yalnız Allaha məxsusdur. Yalnız o, qiyamətin vaxtından agahdır. Lakin mən sizə onun əlamətləri və ondan öncə nələrin baş verəcəyi barədə xəbər verəcəyəm. Həqiqətən də
qiyamətdən öncə fitnələr və hərc-mərciliklər baş verəcək. Soruşdular, ey Allahın Rəsulu, fitnənin nə olduğunu bilirik, bəs hərc-mərcilik nədir? Peyğəmbər sallallahu aleyhi ve sellem dedi, Həbəş dilində mənası ölüm deməkdir. O zaman insanlar arasında ədavət artacaq və kimsə kimsəni tanımaq istəməyəcək. Hədisi İmam Əhməd rəvayət etmiş və Şuayb el-Arnaud onu səhih hesab etmişdir. 50-ci əlamət, ərəb torpaqlarının yenidən yaşıllığa bölünməsi və orada çayların meydana gəlməsi. Əbu Hüreyrə radiyallahu anhudan rəvayət olunan hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem demişdir, ərəb torpaqları yenidən yaşıllığa bürünməyincə və orada çaylar meydana gəlməyincə qiyamət qopmayacaq. Hədisi Muslim rəvayət etmişdir. 51-ci əlamət yağmurun çoxalması. Əbu Hüreyrə radiyallahu anhudan rəvayət olunan hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir, kəndlərdəki evlərin davam gətirə bilmədiyi qədər yağmurlar yağmayınca qiyamət qopmaz. Həmin yağmurlara yalnız yun çadırlar davam gətirər. Hədisi İmam Əhməd rəvayət etmiş və Şeyx Əhməd Şakir onu səhih hesab etmişdir. 52-ci əlamət Fərat çayının quruması və dibindən qızıl bir dağın çıxmasıdır. Əbu Hüreyrə radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem belə demişdir. Fərat çayı qurumayınca və dibindən qızıldan bir dağ çıxmayınca qiyamət qopmaz. İnsanlar həmin dağ uğrunda müharibələr edəcəklər. İş o yerə gəlib çatacaq ki, hər 100 nəfərdən 99'u qətlə yetiriləcək. Onlardan hər biri bəlkə nicat tapan elə mən oldum deyə düşünəcək. Hədisi Buxari rəvayət etmişdir. 53-cü əlamət, yırtıcı heyvanların və cansız əşyaların insanlarla danışması. Rəvayət olunur ki, Əbu Hüreyrə radiyallahu anhu demişdir, bir dəfə bir canavar qoyun sürüsünə yaxınlaşıb oradan bir qoyun götürür. Bunu görən çoban onunla çəkişərək qoyunu ondan alır. Canavar da bir təpənin üstünə çıxıb quyruğunun üzərində oturaraq dil açıb deyir, Allahın mənə verdiyi ruzini sən mənim əlimdən aldın. Çoban deyir, Allaha and olsun ki, mən bugün danışan bir canavar gördüm. Canavar deyir, bundan daha qəribəsi 2 daş kəsəkli sahə arasındakı xurmalıqdan, yəni Mədinə şəhərindən olan bir kişinin olub keçmiş, ha belə baş verəcək hadisələr barədə sizlərə xəbər verməsidir. Həmin çoban Yəhudi idi. Gəlib Peyğəmbər sallallahu aleyhi ve səlləmə bu barədə xəbər verdikdə, Peyğəmbər sallallahu aleyhi ve səlləm ona inandı. Sonra da belə buyurdu. Bu qiyamətin əlamətlərindən biridir. Vaxt gələcək, kişi evindən çıxıb gedəcək, evinə qayıtdıqda səndəlləri və qamçısı ailəsinin nə iş gördüyünü ona xəbər verəcək. Hədisi İmam Əhməd rəvayət etmiş və Əhməd Şakir onu səhih hesab etmişdir. Əbu Səid el-Xudri radiyallahu anhunun rəvayətində isə bu əhvalatdan sonra deyilir. Peyğəmbər sallallahu aleyhi ve sellem dedi, canım əlində olan Allaha and olsun ki, o doğru söyləyir. Yırtıcı heyvanlar insanla kəlmə kəsməyincə, ha belə kişinin qamçısının bir tərəfi və səndəlinin qaytanı onunla danışmayınca, üstəlik ayaq, insana ailəsinin nə işlə məşğul olduğunu xəbər verməyincə qiyamət qopmaz. Hədisi İmam Əhməd rəvayət etmiş və Şeyx Albani onu səhih hesab etmişdir. 54-cü əlamət, müsibətlərin çətinliyinə görə ölüm diləmək. Əbu Hüreyrə radiyallahu anhudan rəvayət olunan hədisdə Peyğəmbər sallallahu aleyhi ve səlləm demişdir, adam birisinin qəbrinin yanından keçdikdə, kaş ki onun yerində olaydım deməyincə qiyamət qopmaz. Hədisi Buxari və Muslim rəvayət etmişdir. 55-ci əlamət, Rumluların artması və onların müsəlmanlara qarşı vuruşmaları. Avf ibn Malik el-Əşcəidən rəvayət olunan hədisdə Peyğəmbər sallallahu aleyhi ve səlləm demişdir, qiyamətdən öncə 6 hadisə baş verəcək. Sonra Rumlularla sizin aranızda sülh bağlanacaq və çox keçmədən onlar bu əhdi pozub, hər birinin altında 12 minlik qoşun olan 80 bayraqla, yəni 960 minlik qoşunla sizin üstünüzə gələcəklər. Hədisi Buxari rəvayət etmişdir. 56-cı əlamət Konstantinopolun fəthi. Əbu Hüreyrə radiyallahu anhudan rəvayət olunan hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir, bir hissəsi quruda, digər hissəsi isə dənizdə yerləşən şəhər barəsində eşitmişsinizmi? Dedilər, bəli ya Rasulallah. Peyğəmbər sallallahu aleyhi və səlləm dedi,
İshaq oğullarından 70 min nəfər həmin şəhərə qarşı vuruşmayınca qiyamət qopmaz. Onlar həmin şəhərə yetişdikdə silahla döyüşməyəcək, ox atmayacaqlar. Onlar la ilahə illallah və Allahu akbar deyəcəklər. Beləcə şəhərin bir hissəsi zəbt ediləcək. Sonra onlar yenə la ilahə illallah və Allahu akbar deyəcək və şəhərin digər hissəsi də zəbt ediləcək. Sonra onlar yenə la ilahə illallah və Allahu akbar deyəcək və onlara yol açılacaq. Beləcə onlar şəhərə daxil olacaq və qənimət toplamağa başlayacaqlar. Onlar qənimətləri bölüşdürməkdəykən bir nəfərin Dəccal artıq üzə çıxdı deyə qışqırdığını eşidəcəklər. Elə həmin an götürdüklərini tərk edib geri qayıdacaqlar. Hədisi Muslim rəvayət etmişdir. 57-ci əlamət Qəhtan qəbiləsindən olan birinin üzə çıxması. Əbu Hüreyrə radiyallahu anhun rəvayət etdiyi hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm belə demişdir. Qəhtan qəbiləsindən olan bir kişinin üzə çıxıb, insanları öz əsası ilə aparması qiyamətinin əlamətlərindəndir. Hədisi Buxari, Muslim və İmam Əhməd rəvayət etmişdir. 58-ci əlamət Mədinə şəhərinin pis insanları özündən uzaqlaşdırması və axır zamanda xarabalığa çevrilməsi. Əbu Hüreyrə radiyallahu anhudan rəvayət olunan hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir. Elə bir zaman gələcək ki, insan öz əmisi oğlunu və yaxınlarını çağırıb, onlara əminamanlığa gəl deyəcək. Mədinə onlar üçün daha xeyirli olacaq. Kaş ki, bunu biləydilər. Canım əlində olan Allaha and olsun ki, heç kim oradan öz istəyi ilə çıxmayacaq. Çıxanları isə Allah daha xeyirliləri ilə əvəz edəcək. Şübhəsiz ki, Mədinə körük kimi pisləri özündən uzaqlaşdırır. Körük dəmirin xarab hissəsini uzaqlaşdırdığı kimi, Mədinə də pis insanları özündən uzaqlaşdırmayınca qiyamət qopmayacaq. Hədisi Muslim rəvayət etmişdir. 59-cu əlamət xəfif bir mehin möminlərin ruhuna alması. Nəvvas ibn Səm'an radiyallahu anhudan rəvayət olunan uzun bir hədisdə Dəccalın hekayəsi, İsa Məsihin enməsi və Yacüc-Məcuzun çıxmasından sonra Peyğəmbər sallallahu aleyhi və səlləm xəbər verir ki, sonra Allah xəfif bir meh göndərəcək və meh onları bürüyərək hər bir mömin və müsəlmanın ruhunu alacaq. Yalnız pis insanlar qalacaq və onlar uzunqulaq tək hürküb o yan bu yana qaçacaqlar. Qiyamət də məhz onların üzərində qopacaqdır. Hədisi Muslim rəvayət etmişdir. 60-cı əlamət Beytul Haramın toxunulmazlığının aradan qaldırılması və Kəbənin dağıdılması. Abdullah ibn Umar radiyallahu anhumədən rəvayət olunan hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir, Kəbəni nazik ayaqlı bir həbəşi dağıdacaq. Onun zinətini götürəcək, örtüyünü çıxaracaqdır. Sanki mən indi onu görürəm. O keçəl və topal birisidir. Onun külünglə Kəbəyə zərbə indirdiyini görürəm. Hədisi Buxari, Muslim və İmam Əhməd rəvayət etmişlər. Uca Allahdan diləyim budur ki, o bizim canımızı müsəlman olaraq alsın, bizləri qiyamət gününün əzab-əziyyətlərindən qorusun və nəhayət Firdovs cənnətlərinə daxil edəcəyi bəndələrindən etsin. Subhanakallahumma və bihamdik, nəşhədu ən la ilahə illə ənt, nəstəğfiruka və nətubu iləyik.